Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. Today Press TV xəbər verir ki, bu məsələ yeni hazırlanan Uşaq Hüquqları haqqında qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni layihəyə əsasən valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dini münasibətinə uyğun tərbiyə edə biləcəklər. Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər. Xatırladaq ki, hazırda qüvvədə olan eyni adda qanuna əsasən uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Namiq Abbasov, Today Press TV.